İnsanlar arasında oynaqlarda duz deyilən bir hal çox geniş yayılıbdır. Yəni bu nə deməkdir? Tibbi dildə buna osteoxondroz və artroz deyirik. Yəni osteoxondroz fəqərələrdə, onurğada olan fəqərələrin qığırdaq hissəsi illər boyu, artroz isə oynaqlarda olan qığırdaq hissəsi illər boyu həyat tərzimiz düz olmur, qidalanmamız düz olmur, sinir sistemimiz düz olmur, mübadilə pozulur, yığıntılar başlayır. Və nəticədə o qığırdaq yeyilməsi dediyimiz hal baş verir. Yırtıqlar, qabarmalar və nəticəsi o kürəkdə qolda ağrılar, sızıltılar, uyuşmalar, keymələr, bel nahiyəsindəki ağrılar, ayaqlarda olan ağrılar və hətta yerişin məhdudlaşması halları baş verir. Bir çoxları bunu uzun illər müalicə edib, nəticə alınmır və nəticə sonu qığırdaq tamamilə yeyilir və cərraha məruz qalır. Bu da vəziyyətdən çıxış deyil. Bunun üçün tam təbii vasitələr var, tibbiyat vasitələr var, hansı ki onlar qığırdağı bərpa edə bilirlər, oynaq arası mayını bərpa edə bilirlər və digər məhsullar ki, o kalsinatlar deyil, çöküntülərin qarşısını ala bilir. İnşallah bunları əldə edin və ağrısız sağlam yaşayın. Əldə etmək istəsəniz, səhifədəki nömrəni əlaqə saxlayın, istifadə edin. Sağ olun, salamat qalın.